Mən neyrocərrah doktor Royan Mehdiyev, Eceg Hospitalda fəaliyyət göstərir. Sizlərə bugün endoskopik onurğa əməliyyatlarından danışacağam. Bildiyimiz kimi son zamanlara qədər biz əməliyyatları, xüsusilə bel qırcası əməliyyatlarını açıq yolla edirdik. Yəni açıq yolun digər adı mikroskopik diskektomiyadır. Artıq innovativ metodların istifadəyə girməsi ilə, xüsusilə endoskop vasitəsilə biz beldən girərək qırcaları xaric edə bilirik. Endoskopik bel əməliyyatları nədir? Beldən içədə kiçik dəlik vasitəsilə girərək biz oradakı yırtıq toxumasını tapıb o şəkildə xaric edirik. Bunun üstünlüyü nədən ibarətdir? Endoskopik bel əməliyyatlarının üstünlüyü ondan ibarətdir ki, biz əməliyyat etdiyimiz zaman orada pasiyentin belindəki sümük toxumasına daha zərər vermiş oluruq, əzələ toxumasını daha çox qorumuş oluruq və oradakı sinirləri, onun xaricində vətərlər daha az zərər görmüş olur və bu şəkildə əməliyyatdan sonraki dönəmdə pasiyentlərdə bel ağrıları daha az olur, daha erkən dönəmdə həyata qayıdır, daha qısa müddətdə iş həyatına qayıdır və ayaq ağrısı daha tez keçir, həmçinin beldə kosmetik olaraq daha az kəsik olur. Bu əməliyyatların digər üstünlüklərindən birisi də xəstəxanada qalış müddətinin az olmasıdır.